ov ovlamaq, balıq tutmaq, heyvan başı kəsmək barədə danışmaq istəyirəm. Çox ağır və geniş bir mövzudur əzizlərim. Çalışacağam ki, hamısını bir yerdə müxtəsər şəkildə bir videoda danışım. Əzizlərim, İslam dini bu məsələlərə çox həssaslıqla yanaşıb. Bir heyvanın canının yalnız zərurət halında xüsusi diqqətlə alınması buyurulub. Hətta əyləncə məqsədi ilə ov edilməsi belə qınanılıb. Birincisi, təzkiyə barəsində danışaq. Təzkiyə termindir. Yəni heyvanların pak və halal edilməsidir ki, xüsusi qayda və şərtlərlə öldürülərək əldə edilir. Bu söz Maidə surəsinin 3-cü ayəsində də işlədilib. Leş, yəni kəsilmədən ölüb murdar olmuş heyvanın əti, qan, donuz əti, Allahdan başqasının adı söylənərək kəsilmiş, boğulmuş, işgəncə ilə öldürülmüş, yüksəlikdən düşərək ölmüş, başqa bir heyvanın buynuzu ilə vurulub öldürülmüş, yırtıcı heyvanların ovunun qalan hissəsi, canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır. Burada illəmə zəkkəytum ifadəsi var ki, bəhsimiz də buradadır. Həmçinin bütlər üzərində və ya onların qarşısında kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bütün bu əməllər fiskdir, yəni günahdır. Bir daha deyək, təzkiyə heyvanın pak və halal edilməsi üsuludur. Bunun isə bir neçə qaydası var. Məsələn, xüsusi qayda ilə zib, yəni başın kəsilməsi, şikar ov, ha belə dəvənin nəhr edilməsi. İslam dininə görə atıcı qanı olmayanların təzkiyəsinə ehtiyac yoxdur. Yəni sıçrayan qana malik olmayanların, həmçinin insan və zatən nəcis hesab olunan it və donuz da təzkiyə edilə bilməz. Məsələn, əti halal olan heyvanlar zib edilir. Zib başın kəsilməsidir, danışacağım. Dəvə istisnadır, dəvə nəhr edilir. İnək qoyun kimi kəsilmir. Daha sonra əti halal olan, vəhşi, ha belə əti haram olan heyvanlar üçün də zib və şikar üsulu var. Balıq üçün də qaydalar qoyulub. Şikar, nəhr və zib etmək qaydası müsəlman kəs vasitəsilə, xüsusi vasitələrlə və xüsusi şəriət şərtlərinə əsasən yerinə yetirilməlidir ki, heyvan təzkiyə olunmuş sayılsın. Amma balıq məsələsində adamın müsəlman olmasına yaxud xüsusi ov aləti ilə edilməsinə ehtiyac yoxdur. Əti halal olan heyvan təzkiyə edildikdən sonra onun ətini yemək halaldır. Həmin bu heyvanın bədən üzvü də pak olur. Amma əti haram olan heyvan təzkiyə edildikdə sadəcə bədən üzvü pak olur, amma ətini yemək olmaz. Qanı sıçrayan bütün heyvanlar təzkiyə olunmazsa, onun bədən üzvləri nəcis və murdardır. Atıcı qanı olmayan, yəni də məsələn balıq suda ölmüş olarsa, bədəni nəcis olmasa belə yeyilməsi haramdır. Yaxşı, zib nədir? Zib heyvanın təzkiyə yollarındandır dedik bayaq. Heyvanın 4 boyun damarının kəsilməsi ilə baş verir. Əti halal olan heyvanların başı şəriətə uyğun kəsilməlidir. Bu 4 damar hulqumun altından kəsilməlidir. Bu 4 damar hansıdır? Nəfəs borusu, udulaq, yemək borusu, 3-4-dəki hulqum və udulağın yan tərəflərində olan 2 yoğun damardır. Bu 4 damarın kəsilməsi boğazdakı hulqum ilə udulağın ayrıldığı çıxıntının altından kəsilməsə düz olmaz. Kəsən adam kəsərkən Allahın adını çəkməlidir. Heyvan üzü qibləyə olmalıdır. Üz deyərkən, yəni sinəsi nəzərdə tutulur. Heyvanın başı dəmir cinsindən olan metal alətlə kəsilməlidir. Əgər çıxılmaz vəziyyət olsa və heyvan tələf olacaqsa, o zaman iti, daş, şüşə kimi şeylərdən istifadə etmək olar, əks təqdirdə yox. Kəsən adam müsəlman olmalıdır. Kitab əhli, yəni xristiyan, yəhudi bu qəbil olması barədə fikir ayrılıqları var. Qadın da heyvanı zib edə bilər. Cins fərqi yoxdur. Zibdən öncə heyvan diri olmalıdır. Heyvan zibdən sonra bədən ya ayağını hərəkət etdirməlidir ki, zibdən öncə diri olması əyan olsun. İndi əgər bilmiriksə ki, bu ət şəriətə uyğun kəsilib ya yox, əgər müsəlmandan ya müsəlman bazarından və ya ölkəsindən gəlibsə halaldır. İndi müstəhəb bəyəniləndir ki, zib edən kəs üzü qibləyə dursun. Kəsici alət iti olsun, sürətlə kəssin. Zibdən öncə heyvana su verilsin, heyvanla mülayim rəftar edilsin. Qoyun kəsilərkən 3 ay
ayağı bağlanılsın, biri açıq saxlanılsın. İnək kəsilərkən 4 ayağı bağlanılsın, quyruq açıq saxlanılsın. Quş zib edilərsə ona qanat çalmağa imkan versinlər. Məkruh, yəni bəyənilməyən cəhətlər isə budur ki, heyvan can verməmişdən əvvəl onurğa beyni kəsilməsin, dərisi soyulmasın, bir heyvanı başqa heyvanın qarşısında kəsməsinlər, insanın öz böyüyüb bəslədiyi heyvanı kəsməsin, gecə vaxtı zib edilməsin, dəvənin nəhr edilmə qaydasını özünüz oxuyarsınız. İndi ov məsələsinə toxunaq. Əs-sayd vəhşi heyvanların xüsusi qaydada şikar edilməsinə deyilir ki, xüsusi alət və şərtlərlə edilir. Bu da təzkiyənin bir növüdür, dedi. Vəhşi heyvanların da əti halal olanları var, haram olanları var. Şər'i ov, ceyran, maral, kəkli, dağ keçisi və bu qəbil vəhşi heyvanlara aiddir. Əhəlləşdirmiş heyvanların ovu isə yalnız vəhşi hala dönmüş olduqları halda icazəlidir. Ovun şərtlərindən biri heyvanın qaça bilməsidir və ya uça bilməsidir. Buna görə də yaralı heyvanları, qaça bilməyən balaları ovlamaq haramdır və ətlərinin yeyilməsi caiz deyil. Bildirilib ki, İslam fiqhində şər'i ov yalnız maddi ehtiyac halında caizdir və nəfsani meyllərin təmin edilməsi və heyvanların haqlarının nəzərə alınmaması səbəbilə əyləncə məqsədli ov haramdır. İslam fiqhində vəhşi heyvanları şikar etmək vasitələri iki yerə bölünür. Heyvani, məsələn, ov iti və cəmadi, yəni cansız, məsələn, silah vasitəsilə. İndi it ilə ova toxunaq. Ov iti ilə ov yalnız o halda halaldır ki, it təlim görmüş olsun. Sahibinin əmri ilə hərəkət etsin, öz başına yox. Sahibi onu göndərsin, özü yox. Heyvanı yalnız dişləməklə öldürsün, məsələn, boğaraq yox. Ovçunun müsəlman olması, iti göndərərkən Allahın adını çəkməsi, əgər heyvan diri tapılarsa onu zib etməsi şərtdir. Digər heyvanlarla, məsələn, bəbir, çita və ya qartalla ovlamaq barədə fikir ayrılıqları var. Bəzi fəqihlər bunu halal saymırlar. İndi silahla ova toxunaq. Silahla, məsələn, tüfəng, ox və ya nizə ilə ov yalnız o halda caizdir ki, silah iti və kəsici olsun. Heyvanın bədənini yarsın və onun ölümünə səbəb olsun. Ovçunun məqsədi ovlamaq olmalıdır. Özü müsəlman olmalıdır və ov zamanı Allahın adını çəkməlidir. Əgər heyvan vurulduqdan sonra diri qalarsa dərhal zib edilməlidir. Kəsici olmayan vasitələrlə, məsələn, daş və ya torla ovlamaq heyvanın ətini halal etməz. İndi əzizlər, balığa gəlincə, balıq sudan diri tutulub, kənarda can versə pakdır və onu yemək halaldır. Suda ölsə pakdır, amma onu yemək haramdır. Amma balıqçının torunda suda ölsə, bu halda onu yemək halaldır. Balıq tutan adamın müsəlman olmağı və tutan zamanda Allahın adını çəkməsi lazım deyil.